Nənəmizin hədiyəsi. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. 3-ü qaynanamın ad günüydü, ayın 5-i isə Hüseynin ad günüdür. Ortaq olaraq ayın 4-ü dedik ki, gedək birlikdə qeyd edək. Hər şeydən çox çəkmişdim, amma xırda qoymuşam ki, sizə də sıxıcı olmasın. Əslində Hüseyin dedi ki, evdə qeyd eləyək. Bütün qohumlar, uşaqlar filan gəlsin. Amma ki, mən razı olmadım, çünki bu yaxında öz ad günümü onsuz da etmişdim. Dalbadal çox yorulur adam evdə eləyəndə. Həm də düşündüm ki, uşaq nə bilir ki, evdə qohum gəldi filan. Əsas odur ki, uşağın əylənə biləcəyi bir yerə gedək. Ona görə Hüseynə dedim ki, həm hədiyyəvi də alacaq, həm də gedəcəksən, gəzəcəksən, yeyəcəksən, içəcəksən, oynayacaqsan, bu da olacaq sənin ad günü. Hüseynin ürəyi gedir Pen and Ball'dan ötürü, hansı ki Ayxan Marketin üstündə olan. Əslində biz də sevirik buranı. Bura bizim üçün rahatdır. Ona görə də elə Hüseyin də götürdü, gəldik bura əyləncəyə. Həm də gələnlər yəqin ki bilir, buradakı attraksiyonların qiyməti çox münasibdir deyə uşaq düşünürəm ki, yəni əylənsin, ad günü bir çox attraksiyona minsin. Onun ad günü istirdim ki, yadda qalan olsun. Bilmirəm sizdə necədir, amma həqiqətən də evdə ad günü eləmək çox yorucu olur. Həqiqətən adam istəyir ki, qohumları gəlsin, bir yerdə oturasan, insanın ürəyi istəyir. Yəni səmimi qəlbdən istəyirsən, amma ki gələndə o qabları yığışdırmaq, yumaq. Həmişə deyirəm ki, keşkə elə bir qablar olsun ki, yeyilsin, həmən qablar adına razı qablar olsun. Bütün o süfrələr də olur, ehsan süfrələrində o adına razı süfrələr. Sonra hamı süfrənin arasında qablar qarışıq yığılsın, atılsın zibilliyə və onda yaxşı olur. Ayıb olmasa, yəni ad gün olanda mən elə eləyərdim. Hüseynlə əvvəldən şərt kəsmişdim ki, birinci gedəcək Pen and Ball'a, orada qəşəng əylənəcəksən, sənə mane olmayacaq. Deməyəcək ki, tez-tez gəl. Çünki biz səbirsizlik bəzən deyirik, Hüseyin bəs eləyər falan. Dedim ki, yəni heç bir şəkildə sənə mane olmayacaq. Burada üstəlik görün ki, yəni bizə lazım imiş. Demək olar ki, bütün attraksiyonlara həm atası, həm mən birlikdə oynamışıq. Bu oyunu o qədər çox xoşladım ki, bu oyunu birazdan çəkəcəm hələ. Bu oyunu bir dəfə özüm oynadım Hüseynlə. Sonra o qədər xoşladım ki, yoldaşıma tərəflədim ki, çox qəşəng oyundur. Gəl Hüseynlə bir reisdə sən oyna. Bir dəfə də onu həvəsləndirdim, bir dəfə də o oynadı. Əslində burada çəkməmişəm. Əslində çəkmişəm, amma qoymuram bura. Deməli qaynanam ayıbdır deyə qoymuram. Birdən deyər ki, niyə qoymursan? Əslində burada bir dəfə də qaynanam, mən Hüseyin üçümüz ümümişik. Hərəmiz birinə o qədər maraqlı keçdi. Mən uşaqlardan çox biraz yaşı, yəni bizdən daha böyük olanların belə əyləncədə əylənməsi çox xoşlayıram. Onlar əylənəndə mən daha da çox sevinirəm. Çünki onların vaxtında belə bir şeylər yox idi də. İstəyirəm ki, onlar neçə yaşlarında olurlarsa olsunlar. Zaten insan 90 yaş olsa belə elə bilir ki, yəni dünən doğulub. Yaş yəni önəmli bir şey deyil mənim üçün. Ona görə də istədim ki, o da əylənsin. Çox maraqlı gün keçdi. Pen and Ball'da belə bir səhnəciklər olur, hansı ki teatrlar olur. Bu uşaqlar üçün həqiqətən də həm öyrədicidir, həm də çox maraqlıdır. Uşaqlardan çox şəxsən mən özüm əyləndim. Deməli buranın girişi 3 manatdır. Elə Pen and Ball'un içərisində yerləşir. Belə bir səhnəciklər, oyunlar eləyirlər. Uşaqları oynadırlar, danışdırırlar, rəqs edirlər birlikdə, oyunlar oynayırlar və belə məsələn qırmızı başlıqlı qızın nağılını danışdı. Biri var oxumaq, biri var mənim özüm üçün də onu canlandırılması. Ona baxmaq xüsusi zövq verir. Həm də yadda qalan, həm də öyrədici, ən sonda onlar dost olurlar. Həm də qızlar, mən fikirləşirəm ki, uşağı belə yerə gətirəndə əslində gətirdim, uşaq əyləndi, o deyil əslində. Həm də uşaq əgər sosial deyilsə, belə uşaqlarla birlikdə. Çünki uşaqlar adətən məsələn çox uşaqlar var ki, mikrofonla danışmaq bilmir. Hətta elə uşaqlar var ki, dərsdə bilmirəm sizin uşaqlarda var ya yox. Hətta lövhəyə çıxıb insanlar arasında, uşaqlar arasında danışa bilmirlər. O utanırlar. Amma belə yerə gətirəndə uşaq sosiallaşır, uşaq ünsiyyət qurur, oynayır, utanmaq hissi gedir. Hem de bizim Hüseyin balamızın hakkını böyle dolu yayına alkışlar tebrik ediyor. Hadi Hüseyin balamıza doğru. Sezer, dostum geçen şey oldu. Geçen şey oldu. 8 tane ödül alkışlar. Burada maksimum dərəcədə çalışırıq ki, Hüseynin ad günü yaxşı keçsin. Çünki düşünürəm ki, həyat sadəcə xatirələrdən ibarətdir və yaşadığımız hər şey sadəcə Hüseynin gözəl xatirələri olsun deyə. Düzdür, onun üçün çalışırdıq, amma nə yalan deyim, mən özüm o qədər yaxşı əyləndim ki. İndi düşünərsiniz ki, niyə görə mən bura gəlirəm, buranı seçirəm? Həqiqətən indi gələndən sonra siz özünüz o abu-havanı görə bilərsiniz. İndi mənim uzaqdan deməyimlə olmaz. Elə bir burada abu-hava var ki, insan özünü evindəki kimi hiss eləyir. Burada o rahatlıq var. Ona görə də mən bura
rahatlıqla çıxmışam, yuxarıdan çəkirəm, sağdan, soldan. Mənə heç kim mane olmur. Hər öz işindədir. Həm dekorasiya, həm attraksiyonlar. Mənim xasiyyətimdir. Xoşladığım bir şey bu. Ağac da ola bilər, gül də ola bilər. Çox tərifləyənəm. İstəyirəm insanlarla bölüşmək. Hətta qohumların yanında o qədər tərifləmişəm ki, qohumlar hamısı bura gəlirlər. Gələndə deyirlər ki, sənin marketinə getmişdik. Artıq adını elə qoyublar ki, sizin marketə getmişdik. Və hətta videonun birində yazmışdı ki, siz o qədər təriflədiniz ki, buranın 100% bilirik ki, ya sizindir, ya da ki, sizin qohumunuzundur. Bu mənim ən güldüyüm attraksiyonlardan biridir. Çünki Hüseyni burada tərs çevirirlər. Hər dəfə qorxuram ki, uşaq qorxacaq, amma ki, əl çəkmir buradan. O qədər gülürəm burada arxa planda, səsim əslində düşmür. Əməli başda bildiyin uşağı tərs çevirirlər aşağı. Burada artıq acmışdıq. Hüseynə söz verdik ki, çıxaq yuxarı, yemək yeyək. Çünki show proqram da var idi. Müğənnilərin səsini dalbadal eşidirdik, oxuyurdular. Dedik ki, gedək biz də çataq, həm müğənnilərin səsini eşidək, əylənək, həm də yemək yeyək. Söz veririk ki, yemək bitəndən sonra əgər bağlanmamış olsa, yəni tez durmağa çalışacaq, düşəcək aşağı, sən yenidən oynayacaqsan. O cür o adından çıxartdıq yuxarı. Həm də gördüm əl çəkmir. Dedim ki, ürəyin nə istəyirsə çıxaq, sifariş ver, qəşəng ye. Hüseyn də qəşəng yeməkləri xoşlayır. Amma bilirəm ki, artıq nə yeyəcək? Kartoşka fri, nuggets xoşlayır və burger yeyir. Yəni, əzbər bilirdim ki, artıq nə istəyəcək, nə sifariş verəcək. Bu YouTube-un təlif haqqı olmaya da o qədər qəşəng arxada Tacir Şahmaroğlu oxuyur, müğənnilər o qədər gözəl oxuyurlar ki, amma heç birinin səsini verə bilmirəm ki, siz dinləyəsiniz. Çünki heyf olar video təlif haqqı gələr deyə ona görə qoya bilmirəm. Burada aşağıdan baxanda bir yer görürəm, güllü. Həmişə istəyirəm ki, ora çıxım, amma ərinirdim. İndi dedim ki, yoldaşıma yemək hazır olana qədər bir dənə çıxım ora baxım. Həm abunəçilərim üçün də çəkim. Elə qəşəng dekorasiya olunub ki, çox xoşuma gəldi. Gəldim, çıxdım, həm gülləri çəkdim sizin üçün. Çox maraqlı dekorasiya olunub. Hələ videoda belə yansımır o gözəllik. Həm də yuxarıdan aşağı sizə çəkdim. Burada o qədər gözəl abu-hava var ki, nədənsə özümü çox yaxşı hiss edirəm. Həm bilmirəm, işıqlandırmadan da, ya havanın yüksək olmasıdır. Burada da Hüseyn və çıxa-çıxda dedim ki, bu güllükdə biz şəkil çəkdirməsək olmaz. Bir dənə də burada şəkil çəkdirdim, daha sonra düşdük aşağı. Dekorasiya aşiqiyəm də, harda gül görsəm, belə gözəl dekorasiya görsəm, həqiqətən də çox xoşum gəlir. Nədənsə bilmirəm, əl işləri etdiyim üçündür ya nədən. Həqiqətən dekorasiya görəndə dayana bilmirəm. Çəkdim, rahatlaşdım, düşdüm aşağı. Hələ sizə buradan da biraz çəkim. Hüseynin nuggets istəməyinə baxmayın, ən çox anası istəyir. Özüm üçün də sifariş vermişdim. Mənim ən sevdiyim burada yeməkdən də çox nuggets xoşlayıram. Hara getsəm daha doğrusu xoşlayıram yeməyə. Düzdür, pendirli sos yox idi burada. Mən pendirli sosla xoşlayıram. Təəssüflər olsun ki, pendirli sos yox idi. Ona görə mayonezlə yedim. Barəsində, təmizlik barəsində zaten bir videomda danışmışam deyə burada çox qeyd eləmirəm. Amma xüsusi deyim ki, yəni istər afisiyantların qulluğu olsun, istər təmizlik olsun, yüksək səviyyədədir. Yeməklərin qiyməti də deyim ki, uyğundur əgər gəlmək istəyənləriniz olsa. Məsələn, orada 10 dənəli sinə ətindən olan, döş ətindən olan nuggets idi və onların 10 dənəsinə 9 manat neçə qəpik vermişik. Yəni düşünürəm ki, uyğun idi. Yəni show proqramdır, dayanmadan əyləndirirlər, çox gözəl musiqilər səsləndirirlər, hər gün müğənnilər gəlir. Yəni düşünürəm ki, bu qiymətə, bu cür mənə nə lazım idi, bizə nə lazım idi? Əsas bir ana üçün nə lazımdır? Uşağın ad günün yaxşı keçməyi, hətta ad gün təbrikinə belə elədilər. Yəni düşünürəm ki, yaxşı ki, evdə eləməmişəm. Elə tortu da götürmüşük, gəlmişik, balaca bir tort almışdıq. Elə tortu da burada kəsdik, burada təbrik elədilər. O qədər ürəyimcə oldu ki, hər şey. Ürəyimdən tikan çıxdı. Həqiqətən ana olmaq belə bir şeydir, elə ata olmaq elə bir şeydir. Prosta mən ananın adından danışıram ki, o qədər belə rahat oldum ki, sevindim. Onun yerinə mən sevindim ki, onun ad günü yaxşı keçdi. Biz artıq qayıtdıq səhnədən geri və burada yeməklər gəlmişdi. Kabab sifariş vermişdik, toyuq kababı, lülə kabab, tikə kabab. Bu kabablar içərisində desəm inanmazsınız, ən çox gözlədiyim kabab badımcan kababı idi. Çünki bir neçə gündür yoldaşıma demişdim ki, badımcan kababı mənim üçün eləyərsən. Evdə badımcan yox idi, gedib özüm almışdım. Ona görə yoldaşım burada öz badımcanını da verdi. Onu da mən yemişəm. Yəni çox xoşlayıram. İçərisində quyruqlu badımcan kababı nədənsə son zamanlar vəbşə istəyirdim. Yəqin sizin uşaqlar da belədir. Uşaqların ağzını düz eləmək olmur. Uşaqların başına dönürsən, hər şey eləyirsən, deyirsən ki, razı qaldım. Deyir ki, yaxşıdır məsələn, damır da o da istəyirdim. Nədənsə nəsə belə bir reaksiya verirlər. Hüseyn ilk dəfədir ki, bütün hər şeylə razı qaldı. Bu arada kolanı da dağıtdı, burada dincəldi. İndi görür çəkirəm. Həsəbləşdi çəkməyimə. Həqiqətən Hüseyn çox əyləndi. Ağzı da düz oldu deyə. O qədər sevindim ki, uşaq nədənsə narazılıq eləmədi. Və dedik artıq burada tortunu da kəsək. Əslində Hüseyn burada çox tələsir ki, tortu kəssin. Artıq bu fastı da keçsin, qaçsın aşağı. Hüseyin balamın doğum günüdür, balaca balamın. 8 yaşda balamın olur. Allah sallasın, böyle yollar da olsun.
Hüseynin tortunun şamları yana qədər hər kəs bir təbrik olaraq bu videonu bir dənə də olsa bəyənsin, zəhmət olmasa. Çünki nə qədər çox bəyənsəniz, mən insanlara o qədər çox təklif edər video. Ona görə də zəhmət olmasa bir saniyənizi ayır, bəyənin və bu uşağı təbrik eləyin. Yadıma gəlir ki, mən uşaq olanda, hətta bundan da biraz böyük olanda mənim xəyalım qələm filan almaq idi. Yəni heç bir böyük bir xəyalım filan yox idi. İndi Hüseyndən soruşam ki, Hüseyn nə arzu tutdun ürəyində? Deyir ki, çox şey tutdum, Lamborghini tutdum, iPhone tutdum. Yəni uşaqlar maşallah olsun, xəyalları da böyükdür, özlərinə uyğun deyil. Hüseyn aşağı düşüb oynamaq üçün bizə tortu tez tələsi yedizdirdi. Biz də qışda gəlmişik, bilmirdik buranın bağlanma vaxtını. Burada getdik, əl üzümüzü yuduq. Əl yuma yerinə gəlib yuxarı tavanı dekorasiyasını çəkən görmüşdünüz. Burada isə bizim məbləğ bu qədər elədi. 4 nəfərə düşünürəm ki, qəşəng elədi. Və ən sonunda bir dənə də belə yaşıllıq dekorasiya yer tapdım. Burada da bir-iki dənə şəkil çəkdirdi və düşdük aşağı. Biz elə bilirik ki, qışda gələndə biz bura 10-da bağlanırdı. Biz də tələsik düşdük, daima 11-də bağlanırmış. Yəni ağlınızda olsun, əyləncə yeri aşağı tərəf. Yəqin ki, yuxarı da elədi, bilmirəm. Əyləncə yeri saat 11-də bağlanır. Ona görə rahatlıqla düşdük aşağı oynadı. Sizə deyim ki, burada ən sevdiyim bu su ilə adamları öldürmək oldu. O qədər çox sevdim ki bunu. Yəni 2 dəfə bunu oynamışıq. Videonun burası ilə maraqlı alınıb ki, deyirəm ki, oynayırsan, deyir yox, sonra görürük ki, oturub. Durdum əslində burada ayağa, dedim ki, gəl tez otur. Ona görə də oturdu. O qədər maraqlıdır ki, bu sular həqiqətən də əsil sudur. Yəni ona görə maraqlıdır. Orada bir fərahlıq da var, sərinlik də var. Yəni ona görə ən sevdiyim oyun hansıdır desəz, ən sevdiyim oyun bu oldu. Elə də maraqlı düzəldiblər ki, deməli bu suları bir-bir belə monitora vurursan, orada nə qədər düşmanlar ki gəlir, özdə elə həyəcanlı gəlirlər. Nə qədər düşmanlar gəlirsə, düşmanların hamısını su ilə öldürürsən. Bunu da təriflədim də, yoldaşım bunu da oynadı. Burada da eyni şeydir. Monitorda düşmanlar gəlir və buradan əsl toplar çıxır. Monitora dəyir və düşmanları birlikdə öldürürsən. Bunu isə oynaya bilmədim nədənsə. Yəni buna düzdür pul vurduq, amma bunu oynaya bilmədim. Çox ağır idi. Ona görə orada bir uşaq var idi. Sonra xahiş elədim ki, uşağa dedim ki, gəl Hüseynlə oyna. Verdim əslində, ondan sonra o oynadı. Çünki heç cür mən oynaya bilmədim. Hansı oyunu tövsiyə eləmirəm soruşsanız, bir dənə bu oyunu tövsiyə eləmirəm. Çünki oynamaq olmur, həqiqətən də çox çətindir. Bu oyunda isə Hüseyni daha sonra qoymadım ki, belə çevirsinlər. Çünki qorxdum ki, düşər. Deməli bu oyuna əgər gəlsəniz, burada qatar oyunu var. Hansı ki, onu sonradan dedim qoydular. Baxın, yəni çevrilmir. Sadəcə qatardır, sağa sola gedir. Çox həyəcanlıdır. Hüseyn çox bəyəndi bunu. Dedi ki, başqa qatar oyunu varsa da onu da oynayın. Yəni sadəcə uşaq adrenalin yaşayır. O monitorda gördüyünüz kimi belə sadəcə sağa sola yıxılacaqmış kimi olur, amma üz aşağı getmir. Hüseyn burada maksimum dərəcədə çalışır ki, hər bir şeydən minsin, istifadə eləsin ki, vaxt tamam olana qədər. O qədər video çəkirəm ki, əlimdə material olsun, video qəşəng çıxsın. İnanırsınız, evə gələndən sonra gördüm ki, 50 dəqiqə video çəkmişəm və artıq orada telefonum söndü. Bu isə artıq 5-ci günüdür. Ailəm əslində ad gün keçirməsəm desəm də, onlar məni tək qoymadılar ki, Hüseynin ad günüdür. Bir də burada nənəsi gel, qardaşlarım hamısı gəlmişdilər ki, birlikdə burada gördüyünüz 3 uşaq, 3-ü də qardaşımın uşaqlarıdır. İnanırsınız, burada çəkməmişəm. Hərəsi üçün ayrıca bir dəfə də şam yandırmışam. Hamısı bir dəfə də, hərəsi bir dəfə üfləyir. Yəqin ki, sizin ailədə də belədir. Bu şam yandırmaq üstündə davadır. Bir dənə belə mənə top aldırıb. 2 dənə topu var bundan əlavə. Deyir ki, bu əsl futbol topudur. Yəni əsl futbolçuların topu belədir. Hazır olun. Əslində bunu almaq istəmirdim. Çox orada fikrindən daşındırmağa çalışdım. Bu yontalyandır. Bildiyimiz yontalyandır. Belə edirsən, yəqin ki, görmüsünüz. Sadəcə qiyməti 9 manat 50 qəpik idi. Mən də dedim ki, yəni nəticə olaraq bu yontalyandı və mən buna 9 manat 50 qəpik vermək istəmirəm. Ha dedim ki, ya bunu almayaq, onu alaq falan. Nəsə aldı, gətirdi evə, amma həqiqətən, yəni almaq istəyənləriniz varsa, elə qəşəng yontalayır ki, indi göstərəcəm sizə karandaşları. Bunun sayəsində bu karandaşlarımızın ucu var. Hüseyn heç vaxt yontalamırdı. Görün nə gözəl eləyir. Çox gözəl eləyir. Bir dənə bunu aldım. Bunu çox xoşlayıram. Bizdə var idi, xarab olmuşdu. Alonkadır. Səsi çox güclü verir. Bir də bizdə işıq sönəndə də mən həmişə deyirəm ki, bir işıq olsaydı, fanar yox idi. Buradan fanarı da var. Niyə yanmadı? Ha, burada. Buradan fanarı da var. Necə istəyirsinizsə, işıq verir, belə. Belə işıqlar da verir. Yəni, bunun qiyməti də 17 manat 50 qəpik idi, amma düşünürəm ki, bundan artığına da dəyərdi. Çünki səsi də çox güclüdür. Bunu sevdim. Bunu Hüseynlə çox özümə almışam.
Bunu Hüseynin sinif yoldaşının valideyni alıb. Çox xoşum gəldi. Həm belə saatdır. Belə. Həm də budilnikdir. Həm də belə naçnik olur, çox bəyəndim. Hüseynə başqa lövhə də almışdım. Atasından pul alıb, ona görə atası hədiyyə almayıb, bütün hədiyyələr mənə qalıb. Mən də lövhə almışdım. İndi bilmədim hardadır, göstərim. Belə qələm aldırıb, pozan aldırıb və 11 paçkada Bravo Stars kartı aldırıb. Həqiqətən o Bravo Stars kartından, futbol kartından artıq cana yığılmışıq. Burada istəyirəm ki, artıq videonu sonlandırım. Ümid edirəm ki, video xoşunuza gəlmişdir. Sağ olun, gələn videolarda görüşmək üzrə, hələlik.